Bugünkü mövzularımızdan biri, 3 mövzumuzdan biri olacaq fən üzrə müəllimin planlaşdırılması və planlaşdırma iki formada olur müəllimlər. Gündəlik var, bir də illik var. Bunlara da perspektivlə belə deyək, cari deyirlər. Perspektiv illik gedir, cari isə gündəlik gedir. Ümumiyyətlə tərifi nə deməkdir, nə üçün lazımdır, nə məqsədlə istifadə olunur, onu deyib. Deyir ki, planlaşdırma nədir? Əsas məqsədi müəyyənləşdirmək, yəni dərsin məqsədindən gedir söhbət. Və onlara nail olmaq üçün müəllimin fəaliyyət sistemidir. Yəni dərsin məqsədini neynəməliyik? Aydınlaşdırmalıyıq və onu necə inkişaf etdirməliyik? Hansı yollarla getməliyik ki, biz onu şagirdə mənimsədək. Ümumi məqsədi budur planlaşdırmanın. Və dedik ki, planlaşdırmada iki yerə bölünür. Var perspektiv və var cari. Perspektiv illik deməkdir, cari isə gündəlik deməkdir. İndi bunlara bax. Perspektiv illik planlaşdırmanı aparır. Nə yaparır? İllik planlaşdırma aparır. Deyir, məzmun standartlarına əsasən dərsdəki tədris vahidlərinin və mövzuların artıcılığını müəyyənləşdirmək. Hər birimiz müəllimik. Bizim bax, proqramımız var. Həmin proqram müəllimlər nə gedir? Perspektiv planlaşdırma gedir. Yəni bir illik hansı mövzuları tədris edəcəksə, həmin mövzuların adları orada qeyd olunur, standartlar qeyd olunur. Hətta keçirəcəyimiz diaqnostikdir, summativdir, yəni kiçik summativ, böyük summativdir. Hər birinin biz orada qeyd edirik. Bax, perspektivdə bunlar olur. Yəni perspektiv nəyi demişdi? İllik planlaşdırma. Həmçinin əlavə tarixlər də orada qeyd olunur. Yəni hansı mövzunu hansı tarixdə belə deyək, aparacaq, keçirəcək. Bundan sonra nələr olur? İnteqrasiya. İnteqrasiya nədir? Kurikulum keçənlər bilir metodikanı. Yəni fən daxilidir, fənlər üstüdür, fənlər arasıdır. Yəni hansı mövzu ilə, keçdiyimiz mövzu ilə, yoxsa fənlər arası ilə, digər belə deyək, ixtisaslarla hansı ilə inteqrasiya edəcək, onlar qeyd olunur. İnteqrasiya o deməkdir. Sonra resurslar. Nədən